Yoruldum dünyanın iki yüzündən. Günəş də əvvəlki nuruyla deyil. Ayın çöhrəsində solğun bənizi, buludlar da göyün naxışı deyil. Nağıllar əvvəlki nağıllar deyil. Sədaqət, sevgi də donun dəyişib. Ürəklərə axan mərhəmət seli, əvvəlki tək deyil, yolun dəyişib. Yoruldum dünyanın iki yüzündən. Belki gördüklərim bir yuxu, röya. Belki yorğunluğum əbəs yerədir. Belki bu dünyadan getməyin vaxtı çatıbdır. Zaman da artıq vədədir. Çok sağ olun, çok sağ olun. Qapanan gecəyə, doğan sabaha, imdad deyə sığınan Allaha, gəlin sevgimizdən bir pay göndərək. Ümidlər tükənib yoxa çıxanda, göz yaşları ürəklərə axanda, bir qəlbə niskil-niskil baxanda, gəlin sevgimizdən bir pay göndərək. Pərişan saçlara sığal çəkməyə, daşlaşmış qəlblərə çiçək əkməyə, duyğusuza öz ömrünü bükməyə, gəlin sevgimizdən bir pay göndərək. İkinci kurs tələbəsi Əsmər Sadıqova. Sizi Qüdrətim Oğlu şeirini çox bəyəndim. Səsi şəlalənin çağlayan səsi, gülüşü həyata rəğbətim olur. Vətəndir sevgisi, eşqi, həvəsi, canım, qanım, varım, sərvətim olur. Sənsiz şirin kəlmə ovutmur məni. Dünyam qaralıqdır, arzum solubdur. Qayıt, başımdan qov dumanı, səni. Gözümə qar, yaşla axıb dolubdur. Azərbaycan sənin şah əsəridir. Xalqın yolunda sən xilaskar oldun. Ata oldun, qardaş oldun, yar oldun. Vətən çiçəkləndi, iftixar oldun. Məhəbbətin ürəklərdə dərindir. Azərbaycan sənin şah əsəridir.